Dördüncü sinif böyük summativ 2-yə baxırıq. Nümunədir bu. What is she doing? O nə edir? Velosiped sürür. B variantı olacaq. Riding a bike. Yəni velosiped sürür. Sonra 2-də deyir which kind of sport is it? Bu nə cür idman növüdür? Gördüyümüz kimi bu tennisdir. Uşaqlar A variantı. Və üçüncüdə deyir in which months do we celebrate Children's Day? Hansı ayda biz uşaqlar gününü qeyd edirik? Bu D variantıdır. In June, yəni iyun ayında. Sonra cümləni tamamla. Dördüncüdə deyir complete sentence. Cümləni tamamla. We often go to the beach in. Biz tez-tez çimərliyə gedirik. Hansı ayda gedirik uşaqlar? Təbii ki, iyul ayında. Havalar isti olanda July. Sonra 5-cidə düzgün variantı seçin. What is the date today? Bugün ayın neçəsidir? It is hot today. A variantında bugün hava istidir. Ola bilməz. Getmir. It's Monday. Həftənin günüdür. Həftənin gününü soruşanda what is the day today deyirik. It is May 11th. Mayın 11-idir. C variantı uyğundur. 6-da düzgün variantı yenə də seçin deyir. What do you like to eat? Sən nə yeməyi sevirsən? Soda da içilir, water da içilir. Soda qazlısı, water su. Hamburger yeyilir. Juice isə uşaqlar sokdur. O da içilir. Drink soruşsaydı burada biz onları seçərdik, amma eat soruşur, yəni yemək. Sonra make up a sentence, cümlə qurun deyir. Uşaqlar, sual cümləsidir. Fikir və həmişə belə şeydə diqqətli olun. Görürsünüz ki, burada sual işarəsi var. Deməli, cümləni nə ilə başlayacağıq? Can-lə. Can you play tennis? Sonra 8-cidə deyir ki, cümləni translate the sentence, cümləni tərcümə edin. They're washing the car. Onlar maşını yuyur. Sonra isə deyir ki, write the numbers in order. Rəqəmləri sırayla yazın. 40, 40. 40-dan sonra nə gəlir? 50, düzdür. Sonra 60, 60. 60-dan sonra nə gəlir? 40, 40, 50, 60, 70, 70, 80, 90, 100, 100. Sonra 10-da deyir ki, with which words do we use to play? Hansı sözlərlə biz to play sözünü işlədirik? Play trees, ağacla oynamaq, belə şey demirik. Play ball deyirik, topla oynamaq. Play on the swings deyirik. Play a bike demirik, ride a bike deyirik. Play the drums deyirik. Sonra 11-də deyir ki, düzgün variantı seçin. 7 p.m. p.m. axşamdır, düzdür. 7 saat 7 p.m. axşamı göstərir. 12 a.m. nondur, düzgündür. Yo. a.m. gecədir, sorry. 6 a.m. 6 səhəri göstərir, düzdür. Və 3 a.m. gecəni göstərir, bu da düzdür uşaqlar. Yəni ki, düzdür, burada səhv yoxdur. Okay, və keçirik növbəti səhifəyə. Deyir ki, sözləri uyğunlaşdırın. Wash the dishes, qabları yumaq. Set the table, stolu səliqəyə salmaq. Make a snack, atışdırmalıq hazırlamaq. Sonra şəkilləri deyir, sözlərlə uyğunlaşdırın. Play the drums, bu nağara çalmaq. Jump rope, ip atda oynamaq. Paint, şəkil çəkmək. Deyir ki, şəkillərə baxın, düzgün variantı seçin. He can play volleyball, o voleybol oynaya bilir. Uşaqlar, şəkildə görürük ki, voleybol yox, futbol oynayır. Ona görə də true doğrudur, false yanlış. False-ı seçəcəyik. Çünki şəkildə voleybol yox, futbol oynayır. She can jump rope, o ip atda oynaya bilir. Bəli, true doğrudur. Sonra 15-də deyir ki, read the passage and answer the questions. Mətni oxuyun və suallara cavab verin. Slots like trees.
Slot Ərincək tənbəl ayı deyir ki, tənbəl ayılar ağacları sevir. They can climb trees but they are very slow. Onlar ağaca dırmaşa bilir, amma çox astadırlar. Sloths can swim too. Onlar üzə də bilirlər. They have big arms. Onların böyük qolları var. Sloths can sleep for 2 hours in one day. Slothlar, yəni ərincək ayılar bir gündə 2 saat yata bilirlər. Birincidə deyir, düzgün variantı seçin. A variantında deyir, sloths don't like trees. Slothlar ağacı sevmirlər, səhvdir. Biz düzgünü. Sloths are fast. Slothlar sürətlidirlər, xeyr. Sloths can swim. Slothlar üzə bilir, C variantı. How many hours can sloths sleep in one day? İkinci sualda isə soruşur ki, bir gündə aylar nə qədər yatırlar? 2 hours. Tənbəl olmaqlarına baxmayaraq cəmi 2 saat yatırlar. Bir gündə 2 saatı seçirik. What does the underlined word refer to? Altına xətt çəkilmiş söz nəyə aiddir? Uşaqlar, baxın bu. Bu özündən əvvəl slot istifadə olunub. C variantı slota aiddir. Write the antonym to the word fast. Fast sözünə antonim. Fast nədir? Sürətli. Antonim sözü yazın. Bu da slowdur. Asta deməkdir. Bu qədər uşaqlar, bəyənin, abunə olun, paylaşın və qəşəng kommentlər yazın. Sağ olun.